Təbii ki, bütün testlərin reportları olmalıdır. Əsasən də automation reportun. Çünki manual testi siz özünüz edirsiniz və gözünüzlə görə bilərsiniz ki, nəsə düz getmir. Report sizin gözləriniz ola bilər. Amma ki, automation testdə reportu sizə hazırlamalıdır sizin yazdığınız test. Çünki testlərinizi gələcəkdə siz işə salmayacaqsınız. Bu yazdığımız testlər ki var, onları biz sonda işə salmayacağıq. Sonda CI/CD tool olacaq və avtomatlaşdırılmış şəkildə hətta siz yatacaqsınız, gecə nə bilim saat 3-də sizin testiniz işə düşə bilər məsələn. O test işə düşdüyü zaman hər hansısa bir error olsa, səhvlik olsa, testiniz keçməsə, fail olsa, report hazırlanmalıdır ki, sübutu ilə nə baş verdi, necə oldu. Java Selenium'da biz iki cür report öyrənəcəyik. Birincisi olacaq ingilis dilində Surefire plugin olacaq, Maven Surefire plugin. İkincisi isə Allure report olacaq. Mən hər ikisini sizə göstərəcəm. Başqa reportlar da ola bilər. Hər zaman sizə təkrar deyirəm ki, bu kursda öyrənəcəyiniz şey təməl bilgilərdir. Siz fərqli şirkətlərdə fərqli tələblər görə bilərsiniz. Bu kursda Java Selenium öyrənirsinizsə, şirkətdə sizdən Python Selenium istənilə bilər, JavaScript Selenium istənilə bilər. Çalışın heç bir bu tələblərdən çəkinməyin. Birini bilirsinizsə, digərini öyrənmək sizin üçün rahat olacaq. Daxil oluruq yenə də Maven repozitoriya və burada Surefire plugin yazırıq. Görsənmirsə biraz yekəldim sizin üçün, belə bir şey olur. Surefire plugin. Və bizə lazım olan Maven Surefire plugindir. Səhv etmirəmsə birinci olmalıydı. Burada versiyaları var. Gəlin sonuncu versiyanı yükləyək. Kopyalayıram buradan. Keçək proyektimizə. Home examerə daxil oluruq. Dependency'mizi buraya yapışdırırıq. Update edirik və hər ehtimala gəlin dependency'miz burada yüklənsin. Yükləmə bitdikdən sonra bir də download source edək. Keçən dəfə belə bir problemimiz olmuşdu. Aha, keçirik. Deməli, hara? Yox, keçmirik. Burada çünki bir ədəd daha konfigurasiya əlavə etməliyik. Belə bir tag açırıq. Configuration bağlayırıq. Baxaq nə oldu. Çünki bu dependency-ni biz bura yükləməli deyilik. Bu dependency yox, plugin olmalıdır. Gəlin baxaq biz nəyi səhv etdik. Eyb yoxdur, özümüz edək. Bunu buradan kəsirik. Ctrl-X ilə. Dependency-dən artıq çıxırıq. Bu dəfə dependencies yerinə bizdə plugin olacaq. Deməli, dependencies-dən çölə çıxırıq. Bu dəfə yenilən layihə görürük və build olacaq. Build tag açırıq, bağlayırıq. Onun içində plugins açıb bağlayırıq və pluginsin içində də plugin olacaq. Və kopyaladığımızı buraya yapışdırırıq. Bu dəfə dependency-ni buradan silirik, çünki bu dependency deyil, plugindir. Əgər istəsəz bu sətri saxlaya bilərsiniz. Ctrl-X edirəm, burada yapışdırıram. Amma dependency-ni mən buradan silməliyəm, çünki bu dependency yox, plugindir. Gəlin səliqəyə salaq. Proyektimizi yeniləyək. Zaten bu yüklənmişdir əslində. Onu biz bir daha edə bilərik. Reload, download sources. Hətta burada plugins var, Surefire. Bizə plugins lazımdır. Amma baxıram ki, var burada. Əla. Configuration içində, ümumiyyətlə configuration bizə nəyə görə lazımdır? Biz report hazırlayacaq, daha doğrusu testimiz report hazırlayacaq və bu report harda yaddaşa yazılacaq? Onu biz burada qeyd etməliyik. Mən istəyirəm ki, mənim reportum, mənim proyektimin root folderində, root kök deməkdir, kök folderində, ana folderində belə deyək. Ana folderin içində, sanki baxın bu Selenium içində mən yeni bir directory yaratmış kimi olacam, amma bunu mən etmək istəmirəm. İstəyirəm ki, mənim proyektim etsin. Ona görə də configuration içində belə bir deməli tag açıram. Reports directory bağlayıram. Onun içində yazıram, belə bir şey yazıram. Dollar işarəsi, curly brace açıb bağlayıram. JavaScript bilənlər artıq təxmin edirlər bu nə deməkdir. Və bunun içində yazıram ki, project.build.directory. Çölə çıxıram. Çünki project build directory mənim ana folderimdir. Amma mən ana folderimin içində nə eləmək istəyirəm? Slash qoyuram. Yeni bir folder yaratmaq istəyirəm. Onun içində yazıram orada Surefire reports. Deməli, Seleniumun içində IDEA SRC targetə paralel bir ədəd daha folder yaranmalıdır. Package və yaxud da directory necə istəyirsə adlandıra bilərsiniz. Və onun adı olacaq nə? Surefire reports. Hər ehtimala burada yeniləyək. Və bu dəfə testimi işə salmaq üçün mən artıq terminala müraciət etməliyəm. Seleniumun içində Maven test yazıram və mən error alıram. Bu deməkdir ki, mənim terminalım Maven komandasını başa düşmür.
Gəlin burada yazaq cmd. Command promptda yazacağım burada Maven. Ortadan xətt V, enter düyməsini tıklayıram və Apache artıq hazırdır. Bu dəfə error vermədi. İndi gəlin burada yoxlayaq. Terminalımızı bağlayıb yenidən açaq və Maven ortadan xətt V yazırıq. Burada tapmır. Səbəb ola bilər ki, biz proyektimizi bağlayıb yenidən açmalıyıq. Gəlin proyektimizi bağlayaq və yenidən açaq. Siz də bunu edin. Mən bu problemi tez bir halda həll edib geri dönəcəm. Sizin üçün 1 saniyə keçəcək. Problemi düzəltmək üçün mən bir daha IntelliJ bağladım və yenidən açdım. Çünki məndə paralel olaraq başqa proyekt açıq idi IntelliJ-də və məcbur hər ikisini bağladım. Maven ortadan xətt V yazdığım zaman artıq heç bir error almadan versiyanı mənə gətirirdi. Source, test, Java, unit, Heroku bizdə var idi və resources var idi. Biz indi report görmək istəyirik. Gəlin burada indi Maven test yazaq. Səbəb nədir? Çünki biz bura plugin yüklədik və artıq testimizi buradan yox, bu dəfə biz Maven boşluq test yazaraq run etməliyik. Gəlin baxaq nə olur. Və belə bir error hazırlandı bizdə. Çünki bizim proyektimizdə səhv etmirəmsə Java-nın 22-ci versiyasıdır, JDK-in 22-ci versiyasıdır. Aha. Və maksimum Maven-in dəstəklədiyi maksimum JDK 17-cidir və biz bunu POM XML-də düzəltməliyik. Gəlin baxaq bunu harda düzəldə bilərik. Bizdə burada properties varmı? Var. Aha, target və source. Bizdə hər ikisi 22-dir. Gəlin bunu 17 edək. Bunu da Maven reload project və yenidən Maven test yazaraq baxağa görə bu dəfə bizi nə ilə sevindirir? Aha, build success verdi bu dəfə. Heç bir error gəlmədi. Çünki bizim klassımızın adı C2 Herokudur. Biz Maven-ə boşluq test yazdığımız zaman nə baş verir? Proyekt Maven gedir axtarır ki, baxın bu test folderinin içində gedir bir-bir bütün klasslara baxır ki, görüm hansı klassın sonunda və yaxud da tərkibində test sözü var. Və həmin o tərkibində test sözü olan klassları run edir. Nəyə görə test sözü olmayan klassları run etmir? Çünki bizim gələcəkdə köməkçi klasslarımız olacaq. Məsələn, Page Object modelə başlayacağıq və orada bizim klasslarımız olacaq. Köməkçi klasslarımız, utillərimiz olacaq, alətlər, istifadə edək, hər hansısa bir metodlarımız olacaq. Yəni, testə aidiyyəti olmayan, test olmayan klasslarımız olacaq. Və Maven bunları ayırd etməlidir. Ona görə də biz hansı testi run etmək istəyiriksə və yaxud da hansı klass bizdə testdirsə, onu refaktor edib, gəlirik refaktor bölməsinə, rename edirik və C2 altdan xətt Herokunun sonuna sadəcə test sözünü yaza bilərik. Test burada da yaza bilərik, tərkibində də, əvvəlində də fərqi yoxdur. Ümid edirəm. Və gəlin baxaq, burada da klassımızın adı dəyişdi. Maven test yazırıq. Gəlin baxaq, bu dəfə nə baş verir. Və burada allow düyməsini tıklaya bilərik və gördüyünüz kimi testlərimiz run oldu. Hətta paralel şəkildə run oldu. 3 test keçdi və bu oldu bizdə bir məlumat və məlumatın sonunda biz dedik ki, bir folder yaranmalıydı. Amma yaranmadı. Səhv etmirəmsə, targetin içində Surefire reports var. Bunun içində yarandı. XML faylında parameterized test, string class name. Belə bir report burada yarandı. Aha, maraqlıdır. Nəyə görə biz pluginin içində adresi vermişdik. Reports directory, Surefire reports. Surefire reports. Aha, düzdür. Hər şey aladır. Sadəcə build directory'nin içində target gedir deyə, targetin içində Surefire reports yaranıb, fikir verirsə. Amma bu bizə XML report hazırladı və XML reportu oxumaq çətindir. Biz nə edə bilərik? Biz HTML report hazırlaya bilərik ki, onu browserda açaq və səliqəli şəkildə görək. Bunun üçün bir ədəd plugin daha yükləməliyik. Gəlin keçək onu yükləyək. Adı səhv etmirəmsə Maven Site Plugin olmalıdır. Maven Apache Maven Site Plugin. Maven. Ümid edirəm ki, buydu. Maraqlı. Gəlin baxaq. Biz nə edə bilərik? Biz bunu buradan kopyalaya bilərik. Proyektimizə keçib, POM XML-ə keçib yeni bir plugin yaradırıq. Kopyaladığımızı yapışdırırıq və bu hissəni buradan silirik. Yox, gəlin bunu saxlayaq.
Sadəcə dependency silək, çünki bu dependency yox, plugindir. Proyektimizi yeniləyirik. Və bu dəfə run etmək üçün mvn, yəni maven clean site yazmalıyıq. Baxaq nə baş verir. Hələ ki error almırıq. Hər hansısa bir yüklənmələr baş verir. Videonu pauzaya qoymaq istəmirəm, çünki fikirləşirəm birdən pauzaya qoysam, həmin an proqram işə düşər. Amma bizə report lazımdır sadəcə, ona görə pauzaya verirəm. Və əla. Deməli, nə baş verdi? Mən mvn clean site yazmaqla məndə olan XML reportu çevirdim nəyə? HTML reporta. Bu demək deyil ki, siz testinizi mvn clean site yazaraq run edəcəksiniz. Xeyr. Testinizi yenə də mvn test olaraq edirsiniz. Baxın, necə olur? Mvn test yazıram və testim işə düşməlidir. Gözləyirəm. Aha, testim run oldu, bağlandı. Digərləri də bağlanır. Və testim run olunduqdan sonra Surefire reports var. XML reportum var. Bu XML reportu HTML reporta çevirmək üçün mən burada yazdım mvn clean site. Biraz gözləyirəm. Və targetin içində sadəcə site folderi var hal-hazırda, digərləri silinir. Bu saytın içində mənə lazım olan nədir? Index.html. Onun üzərində sağ düyməni basıram. Open in browser. Burada Chrome seçirəm. Burada summary bölməsinə daxil oluram. Və maraqlı ola bilsin ki, komandada hər hansısa bir problem oldu. Gəlin digər komandanı yoxlayaq. Üçüncü komanda mvn site. Clean site yox, sadəcə site. Gəlin baxaq bu nə edəcək. Mən pauzaya qoyacağım. Deməli, bu problemin aradan qaldırılması üçün biz bir şey etməyi unutduq. Build plugin var bizdə. Amma biz reportu açdığımız zaman orada proyektin reportunu görmürük. Sadəcə proyekt haqqında məlumatları görürük. Bunun üçün biz build tagindən çölə çıxıb burada reporting tagi açmalıyıq. Bu reporting taginin içində bir daha plugin açmalıyıq və bunun içində bir ədəd daha plugin açmalıyıq. Və bu pluginin içində biz nə yapışdırmalıyıq? Bunu buradan kopyalayıb buraya yapışdırmalıyıq. Bundan sonra terminalda artıq birincisi gəlin CLS yazaraq terminalımızı təmizləyək. Və burada belə bir şey yazacaq. Maven clean test boşluq site. Bunun hamısını mən bir dəfə yazıram. Bu deməkdir ki, mənim əvvəlcə testim işə düşəcək. Testim işə düşüb bitdikdən sonra yaranmış XML reportu HTML reportuna çevirmək üçün site, mvn site işə düşəcək. Hamısını bir sətirdə yaza bilərəm. Enter düyməsinə tıklayıram. Əvvəlcə testim işə düşməlidir. Daha sonra yaranmış XML report HTML reporta çevrilməlidir. Gözləyirik. Və burada sayta daxil oluruq. Deməli, burada yenə də olmadı. Çünki biz ikincini yox, birincini kopyalamalıydıq. Bilirəm, biraz mən də sizə əziyyət verdim. Bəlkə də videonu pauzaya qoyub kəsəcəm və yaxud da videonu kəsəcəm, daha yaxşı olsun. Bu hissəni əvəz eləməliyik buradakı ilə, birinci ilə, ikinci ilə yox. Və yenidən mvn clean test site-də mən pauzaya qoyacağım videonu. Və reportum hazırlandı, bitdi. Gəlin baxaq. Unutduğumuz şey burada Maven Surefire report ortadan xətt plugin olmalıdır. Report sözünü burada unutmuşuq. Diqqətli olun, burada reportingin içində olmalıdır və versiyanı da düzəltməliyik. Gəlin baxaq hansı versiyadır. Versiyanı oradan silərək burada Ctrl Space düyməsinə tıklayırsınız və versiyalar gəlir. Gəlin ən son versiyanı istifadə edək. Proyektimizi yeniləyirik. Sonuncu dəfə mvn clean test site edirik. Belə hallar ola bilər. Bu arada bizim 3 testimiz də paralel olur. Amazonla Google da paralel şəkildə açılır. Mən sizə demişdim ki, ola bilsin Google, Amazon paralel açılmasın, amma xeyr. Hər 3 testimizin üçü də paralel şəkildə açılır. Gəlin bu dəfə baxaq.
Əla. Bu dəfə reportumuz hazırlandı. Mən bu faylı axtarırdım. Ona görə bilirdim ki, reportumuz düzgün deyil. Hal-hazırda reportumuz düzdür. Biz nə edirik? Index.html üzərində yenə sağ düyməni basırıq. Open in, browser, Chrome. Bu bölmə əvvəllər yox idi. Ona görə mən bilirdim ki, reportumuz düzgün deyil. Solda birinci proyekt informasiyası var, hansı dependensilərdən istifadə etmişik, hansı pluginlərdən istifadə etmişik, summary var, ümumiləşdirən və bizə lazım olan proyekt reportsdur. Proyekt reportun içində Shorefire report var və Shorefire reportun içində görürsünüz 3 ədəd testimiz var. 100%lik nəticə əldə etdik. 4 saniyə vaxt tələb olundu bütün testlərimizi run etmək üçün. Hansı package-in altındadır unit, hansı klassın içindədir Heroku və hamısında günəş işarəsi var ki, testlərimiz uğurlu şəkildə keçdi. Bu da onların keçdiyi müddətdir ortalama. Bu da oldu bizdə Shorefire report.